Hər birinizi salamlayıram 29 Mart günündən və hər birinizin Ramazan bayramınız mübarək olsun deyirəm və bu Ramazan bayramında kimlər oruç tutdu, niyyətlər elədi. Qədir gecələrində oyaq qaldılar, dualar elədilər, zikirlər elədilər. Allah hər birinizin duasını qəbul eləsin, sizə xeyirli olacaq şəkildə. Və bugün eyni zamanda bizim günəş tutulmamız var və mən istəyirəm bugün Instagramdan günəş tutulmasıyla bağlı biraz məlumatlar verim. Ona görə Instagram hesabımdan bürclərə dair olan məlumatlara baxa bilərsiniz. Bugün isə mən bu videoda sizə aprel ayı necə keçəcək? Çünki aprel ayı Mart ayı ümumiyyətlə olduqca astroloji olaraq gündəmində bir çox gərgin enerjilər daşıyan bir ay idi. Bəlkə kimlərsə ayrıldı, bəlkə kimlərsə barışdı. Əslində Mart ayında barışmaq olmazdı. Hər zaman deyirdim retrodur və bu retroda barışıqlar o qədər də uzun müddətli çəkmir. Ona görə də əzizlərim, biraz deyərdim ki, hələ də deyirəm Merkur retrosuna Mart ayında kimlər başlayırsa biraz daha ehtiyatı əldən verməsinlər. Hələ tam olaraq qərar verməyin, biraz daha zaman səbirlə gözləyin. Və bugün isə aprel ayı bizim üçün necə keçəcək? Aprel ayı artıq Qoç yeni ayıdır. Qoç ilk bürcüdür və Merkur retromuzda aprelin ortalarına doğru bitəcək və bundan sonraki hərəkətlənmə daha bir sürətlə hiss eləyəcək hərəkətlənməni, çünki gecikən məsələlərimiz qaydasına düşməyə başlayacaq və siz də aprel ortalarından artıq etibarən qərarlarınızı hansı insan doğrudur, hansı sevgili, hansı dost daha doğru, yanlış insandır, buna qərar verəcəksiniz, bunu müəyyənləşdirə bilərsiniz doğru formada. Belə, önünüzdə 3 dəstə var və 3 dəstənin enerjisində hansı enerjisi çəkirsə, aprel ayında məni nələr gözləyir? Bu mövzuda seçim eləyə bilərsiniz. Birinci dəstəmiz, ikinci dəstəmiz və üçüncü dəstəmiz. İndi mən sakitcə dayanıram. Hər zamanki kimi özümdə dəstə seçirəm və sizə də buraxıram ki, öz dəstənizi seçəsiniz. Belə və biz başlayırıq. Birinci dəstəni, bu dəstəni seçənlər kartın enerjisini hiss eləyin. Sanki həyatınıza, enerjinizə daxil olur bu kart və sizdən bütün suallarınızın cavabını alır. Daha doğrusu suallarınızı alır ki, sizin suallarınıza cavab versin. Birinci dəstəni seçənlər aprel ayında nələr olacaq? Birinci dəstəni seçənlər aprel ayında nələr olacaq? Bütün negativ enerjilərlə, bütün olumsuz proqramlarımla təmizləyirəm kartlarımı. Və başlayaq. Aprel ayında bu dəstəni seçənləri nələr gözləyir? Maraqlıdır. Şeytan, Joker. Bağımlılıqlarınızın bitəcəyi bir ay olaraq yadınızda qala bilər bu ay. 15 və 0. Yəni, ola bilər bir münasibətiniz var idi və bu ilişki sizi ya elə bir enerji idi ki, narsist bir insan idi, ya sizə sadəcə və sadəcə əziyyət verirdi. Bu münasibətdə siz sevgidən daha çox bağlılıq hiss edirdiniz və bu sizi incidirdi. Və yaxud da hər hansı bir yemək, hər hansı bir içki, hər hansı bir bağımlılıqlarınız var idi və bu bağımlılıqlarınız sizə olduqca aşağı çəkən bir bağımlılığı idi. Ola bilər evliydiniz və başqa bir münasibətdə ola bilərsiniz və yaxud da evli biri ilə münasibətdəydiniz və bu bağımlılıqlarınızdan qurtulacağınız bir dönəmə girirsiniz və sanki azad olacaqsınız. Bağımlılıqlarımı bitirdim, ayaqlarımdakı ipləri açdım, məni şeytanın əsiri eləyən duyğularımdan və hisslərimdən vaz keçdim deyəcəyiniz bir zaman gəlir sizin üçün. Yeni bir başlanğıc, yeni bir səhifə açırsınız öz həyatınızdan və çox güman ki, bu hətta sizin ev, məkan, iş yeri dəyişmənizə belə səbəb ola bilər. Çünki burada deyir ki, artıq siz belə deyək, bu dəfə bu dəfəki qərarınız daha sərt, daha məntiqli, daha
belə deyək də, soyuqqanlı bir şəkildə olacaq bu addımınız və bu dəfə artıq siz deyəcəksiniz ki, yetər. Mənə əziyyət verirdi bəlkə. Nəyisə buraxmaq, nəyisə atmaq, nəyisə yəni tərk eləmək mənə əziyyət vermiş ola bilərdi. Ola bilərdi ki, mən keçmişi buraxmaq mənə çətindir və mənim önüm o qədər də açıq deyil. Bilmirəm hara gedirəm, bilmirəm məni nə gözləyir. Amma buna baxmayaraq mən vaz keçirəm. Nə olacağından asılı olmayaraq. Və burada deyir ki, artıq bəzi münasibətlərin bitməsinin zamanıdır. Sırf sevgidə, hansı ki o münasibətdə ehtiras çox idi və siz o insana bağlı qalmışdınız. Hansı ki artıq sizin üçün savaşmaq yorucuydu. Hansı ki artıq orada dalaşmaq, söz-söhbət yorucuydu və artıq sizin üçün budur. Və bu dəfə ayrılan tərəfdə sizsiz və soyuq olan tərəfdə sizsiz. Mən onu da deyim. Yəni burada belə deyək də, mən faciəvi, mən ayrılmaq istəmirəm, üzüntü yaşayıram deməkdən daha çox artıq mənim kriteriyalarım var, artıq mənim istəklərim var, artıq mənim bəlli bir belə deyək də, samballı bir enerjim var. Hansı ki mən nə istədiyimi bilirəm, mənim özümə dəyərim var, mənim özümə hörmətim var və mən başa düşürəm ki, mənim həyatda yenidən başlamam lazımdır. Və yenidən başlayarkən də keçmişə olan kin və nifrəti də aparmırsınız özünüzdən. Burada yıldız kartı deyir ki, sən onu da rahat buraxırsan, sən onu da azad eləyirsən. Deyirsən ki, nə oldusa oldu. Mənə öyrətdiyinə görə çox sağ ol, həyatıma gəldin çox sağ ol, həyatımdan gedirsən yenə də çox sağ ol. Əgər münasibətim yoxdur deyirsə, ola bilər bir iş bağlantınız ola bilər. Baxın, aşiqlər və şeytan kartı çox sevgi ilə bağlı olduğunuz bir şeydir bu sizin. Amma eyni zamanda sizi yüksəldən bir şey deyil bu. Və deyirsiniz ki, nə olursa olsun, qılıç olsun, bitdi. Qaranlıq bitdi, üzüntü bitdi, kədər bitdi, məni incitdiyin bitdi, mənə qarşı kobud rəftarların bitdi, mənə qarşı incidici hərəkətlərin bitdi və mən geridə buraxıram, mən tərk eləyirəm, mən yerimi dəyişirəm, məkanımı dəyişirəm enerjisində olacaqsınız və bu sizi olduqca gücləndirəcək. Başqa? Burada konkret olaraq bir təhsil və ya təlimlə bağlı qərar verəcəyinizi də göstərir. Ola bilər ki, bayaqki insanlara aid ola bilər, fərqli şəxslərə aid ola bilər. Burada bir öyrənmə dönəminə giriş elədiyinizi görürəm əzizlərim və bu öyrənmə sürəci sizin üçün biraz qərarsızlıqla gələcək. Öyrənməliyəmmi, getməliyəmmi, eləməliyəmmi, bu təhsili almalıyəmmi, bu təlimə qoşulmalıyəmmi? Belə bir enerjide olacaq. Amma baxın, burada deyir ki, sən ancaq irəli gedirsən. Heç nə sənin yolunda sən eləyə bilməz. Heç nə sənin yolunda sənə mane ola bilməz. Savaş arabası gəldi. Və sən deyir, hər şeyi, öyrəndiklərini, öyrənmədiklərini, təcrübələrini, təcrübə eləmədiklərini, hər şeyini alırsan əlinə və sadəcə irəliyə gedirsən. Və burada deyir ki, ola bilər ki, iki işi birdən görmək məcburiyyətində qalacaqsan bu vəziyyətdə. Ola bilər ki, iki ayrı məsələn, bir dənə sizin təhsiliniz var idi, bir dənə işiniz var idi və sonra dediniz ki, niyə də yox, başqa şey niyə də olmasın və bununla da başqa bir belə deyək də bir şeylər öyrənməyə başladınız. Ola bilər ki, iki ayrı bir şey üçün pul yığmağa başlaya bilərsiniz. Məsələn, bir şey almaq üçün və yaxud da başqa bir iki ayrı fərqli bir şey üçün pul yığmağa başlaya bilərsiniz. Yəni, burada deyir ki, və gerçəkləri öyrənmə zamanıdır. Baxın, burada gerçəklər sırf sizə danışılan yalanlar da deyil. Nələr öyrənəcəksiniz? Məsələn, sizin inanclarınız var idi. Tutaq ki, belə bir inancınız var idi ki, mən özümdən deyirəm təbii ki, bu hər kəsə aid deyil. Məsələn, mənim həyatımda münasibətim olsa, məsələn, mənim yanımda bir insan olsa, mənim yaxşı da pulum olacaq və yaxud da ki, yaxşı həyatımda biri olsa, mənim üçün mənim həyat yollarım açıq olacaq, mənim pul olacaq, mənim üçün işim olacaq, məsələn, və yaxud da ki, sevgi ilə bağlı istənilən bir inancınız
uşağım olsa xoşbəxt olacağam və s. Yəni siz inandırmısınız özünüzü buna ki, bu belədir, bu dəyişməz, bu belə. Amma sonra başa düşürsünüz ki, yox, elə deyilmiş. İnanclarınız sizi aldadıb. Əslində bəlkə bir şeylərə inanmısınız. Tutaq ki, bir sevgiliniz var idi bu adamdan öncə. O insan sizə hər hansı bir yalan danışırdı və siz qərar verdiniz ki, eybi yoxdur, dürüst olsun, amma kobud da olsa olar məsələn. Və siz gəldiniz və burada həmin şeyi yaşadınız. Hansı ki, kobuddur, amma dürüsttür. Və siz başa düşəcəksiniz ki, siz yanlış bir inanc, yanlış bir fikri yaratmışsınız özünüzdə. Halbuki siz həm dürüst, həm incə ruhlu birini seçə bilərdiniz. Və özünüzü aldatdığınız, özünüzü ertələdiyiniz və sizi keçmişə bağlayan yalanları öyrənəcəksiniz. Bu həm sizin öz danışdığınız yalanlardır, həm sizə başqalarının danışdığı yalan. Amma hansı ki, bu yalanlarla siz eyni vəziyyətdə qalmışdınız, eyni bir vəziyyətdə belə deyək də enerji sərf edirdiniz, amma heç bir şəkildə irəliyə getmək yox idi. Və deyərdim ki, əzizlərim, artıq bu qərarsızlıqlar ki var, bu özünü aldatmaq ki var, bu ertələmələr ki var, bunlar sizə böyük depressiyalar gətirəcək. Əgər siz yenə də təkrarən deyir ki, sən kılıç ikilisi, kılıç üçlüsü qərarsızlıqlarda qalarsansa, yenə yolumu çaşıram, yenə də yolumu təyin eləyə bilmirəm. Çünki özümü seçə bilmirəm. Niyə özünü seçməliyik? Çünki biz qərar verək ki, necə qərar veririk? Filan kəs nə deyər, o necə olar, mənim münasibətim var idi, mənim işimdir, bu belə olar. Yəni, başqalarının yerinə düşünməyi deyir, dayandırmasan və qərarsızlıqda qalsan, yenə zərbə alan tərəf olacaqsan. Burada deyir, neynə? Sənə deyir, sanki bir ilham gələcək, sənə bir işıq ucu gələcək ki, bax, irəliləmək bu cür olur. Bax, bu yoldan irəlilə, bu formada get. Sənə yolu göstərəcək sanki kainat. Bax, bunu buraxdın, okey, qorxma. Bax, bu tərəfdə bir yol var. Bununla irəliləyəcəksən. Sanki kainat özü sənə izah eləyəcək ki, hansı yolda getmək lazımdır. Ola bilər uzaq yoldan gələn xəbərləriniz var. Ola bilər uzaq məsafə ilə bağlı gedəcəyiniz yerlərin xəbərləri olacaq sizə. Uzaq məsafədən kimlərsə sizə bir məlumat gətirə bilər. Və əzizlərim, burada deyir ki, xüsusən də çox güclü xanımlar məni izləyir. Hansı ki, sizin kiməsə olsa ehtiyacınız yoxdur. Siz həyatın hər enerjisini, hər ağırlığını, hər problemini görürsünüz. Və bu problemləri görəndə artıq sizin üçün mütləq yanında biri olmalıdır və mən onunla asılı olmalıyam enerjisi yox idi. Siz onsuz da dinamik idiniz, cəsur idiniz, enerjik idiniz və onsuz da ki, siz hər şeyin fərqindəydiniz. Və burada deyir ki, münasibətdə olanlar üçün, münasibəti bir sorğulamağa çəkib geriyə çəkilmə durumu olacaq və əgər subaysızsa, burada deyir ki, yeni ayla birlikdə bu başqa insanlar ola bilər. Xərçəngə girib balıq, qoç şir oxatan enerjilərindən tanışlıqlar, evliliklə bağlı sizə atılacaq addımlar, evliliklə bağlı sizi araşdırma enerjiləri, yəni araşdırıb hiss edəcəksiniz ki, biriləri sizi araşdırır, ailə qurma enerjiləri də olacaq. Amma bu ay ərzində kimlərsə ümumiyyətlə münasibətlərlə bağlı şəfalanmalar yaşayacaq. Niyə görə? Çünki siz artıq istəyirsiniz doğru qərarlar verəsiniz və bu ay ərzində həssasiyyətiniz, spirituallığınız, münasibətlərə qarşı davranışınız çox sakit olacaq. Yəni, biri var və mən getdim tez ona münasibət qurdum enerjisindən daha çox gözləyərək, araşdıraraq, hiss eləyərək, içinizdəki o qəlbinizi, iç səsini dinləyərək, ona qulaq verərək, Allahın sizə sanki yol göstərdiyi hisslər olur da, biz buna iç səsi deyirik əslində və bu iç səsi sizi doğru yol göstərəcək və bu iç səsi ilə hərəkət eləyəcəksiniz və bir çoxlarınızda əgər işindən ayrılan olubsa, hansı ki işdən küsüb getmişsiniz və yaxud da işdən ayrılanlar və yaxud da olan bir ortamdan, kollektivdən ayrılanlar var idisə, yenidən geri dönə bilərsiniz əzizlərim, yenidən geri dönüş yaşaya bilərsiniz. Və bir çoxları bu şəkildə deyəcək, mənə ailə də lazım deyil, mənə sevgi də lazım, mən tək də yaxşıyam, mənə tək də gözəldir, mənə tək də şanslıdır, mənə tək də rahatdır deyəcəyiniz bir enerji var burada. Bir sözdən daha çox görürəm ki, özünüzü seçirsiniz. Burada bir xəbər alacaqsınız və çox böyük bir sevincinizə səbəb olacaq və bu xəbər sanki sizə
belə toy, bayram abu havasında sizə böyük bir belə deyək də enerjisel olaraq yardım eləyəcək. Ola bilər ki, kimlərsə keçmişdən biriləri və yaxud da ki, dostlar, tanışlar çox yaxınlaşacaq sizə və sizə bir şeylər vermək, sizi rahatlatmaq, sizi yolunuzdan bəlkə eləmək, bəlkə sizinlə belə deyək də, amma siz transformasiya keçirirsiniz və böyük dəyişim, dönüşümlərdən keçirsiniz əzizlərim. Həm burada kule var, həm ölüm var. Deyir ki, artıq sənin üçün yeni başlanğıc var. Sənin üçün tamamilə yenilənmə var. Bəlkə ata xəttində bir təmizlənmə olacaq. Yəni ata ilə bağlı bəzi seanslar alacaqsınız. Bəlkə bəzənizin atası ilə yolları ayrıla bilər hətta və yaxud da müdiriyyətlə və yaxud da həyat yoldaşı ilə. Burada bəzən üçün hətta bu fiziki ölüm də baş verə bilər. Çünki burada mən eyni zamanda həm spiritual, həm belə bir mənasını deyirəm ki, burada elə bir enerji var ki, artıq deyəcəksiniz ki, bitirdim və yenidən başlayıram. Baxın, burada kule, büyücü və imperator. Bitirdim, transformasiyamı keçirdim və yenidən başlayıram. Və yenidən şəkillənirəm. Bu dəfə güclüyəm. Bu dəfə sıfırdan başlamıram. Bunu sıfırlamaq mənim sıfırdan başlayacağım demək deyil. Bu dəfə cəsarətliyəm, bu dəfə təcrübəliyəm, bu dəfə ağıllıyam, bu dəfə nə istədiyimi bilirəm və bu dəfə hansı istiqamətdə getdiyimi bilirəm. Artıq evdə oturdum. Kömək gözlədim, yardım gözlədim, kimdənsə asılı oldum, kiminsə pulundan asılı oldum, kiminsə sevgisindən asılı oldum, kiminsə dəstəyinə asılı oldum, bunlar bitdi. Mən buraxıram bütün bunları keçmişdə. Baxın, belə bir aprel ayı keçirəcəksiniz, əzizlərim. Çox maraqlı bir enerji idi. Gəlirəm ikinci dəstəyə və fikirlərinizi mütləq aşağıda qeyd edin. Gəlirəm ikinci dəstəyə. Və niyyət edirəm ikinci dəstəni seçənlər aprel ayınız necə olacaq? Aprel ayın hansı enerjilərdə sizə hiss elətdirəcək və bu dəstəni seçənlər hər birinizin enerjisini, suallarını almaq və ona cavab verməsi üçün kartları qarışdırıram. Hər birinizin bu dəqiqə olan suallarını, narahatlıqlarını, gözləyən hər şeyini hiss eləyərək buna uyğun cavablar almağa niyyət edirəm. Başlayaq. Aprel ayı və bu dəstəni seçənlər. Aprel ayı ilk sonunda actionlı, belə deyək də, hadisələrlə dolu bir ay olacağı görünür. Və deyərdim ki, aprel ayında əzizlərim, təklər münasibət tapa bilər. Xüsusilə də sosial şəbəkə üzərində flört istəkləri, başlanğıcları, danışıqlar çox olacaq. Aprel ayı boyunca bir içsel qapanma yaşaya bilərsiniz. Yəni, bəzilərinizdən bir necə bir şey olacaq, təkliyinizə qapılıb beyninizi sustura bilmirsiniz sanki. Danışır və sizi özün asıl alsa, baxın, burada da bir şeytan enerjisi çıxdı, fikir verin, bir yaxda çıxmışdı. Sanki bir enerji var və o sizi dayanmadan deyir. Nə olacaq, necə olacaq, hara gedəcəm, necə gedəcəm, kim gələcək, tək mi qalacam, işləyəcəmmi, pulum olacaqmı və s. mövzularda beyniniz dayanmır və siz bütün bunlarla Allahdan uzaqlaşırsınız. Niyə? Çünki biz nə qədər ki narahatıq gələcəkdəyik, o qədər bu andan aralanırıq, gələcəyə getdikcə Tanrıdan uzaqlaşır. Çünki biz bu andayıq. Tanrı da bu an bizimlədir. Gələcəyi düşünəndə və ya keçmişdə qalanda anımızdan, bu andan uzaqlaşırıq, indidən uzaqlaşırıq və Tanrıdan da uzaqlaşmış oluruq. Amma əzizlərim, ruh eşim budur. Məni anlayan insan budur. Məni xoşbəxt edəcək insan budur. Yanımda olacaq, mənə qayğı göstərəcək, məni anlayacaq insan budur deyəcəyiniz bir insanla tanış ola bilərsiniz. Xərçəng, əqrəb və balıq olma ehtimalı çox yüksəkdir və yaxud da sizin və deyəcəksiniz ki, mən qaçıram, gedirəm bağımlılıqlarımdan və məni aşağı çəkən enerjilərdən və taley mənə gözləmədiyim bir tanışlıq gətirdi. Taley mənə gözləmədiyim bir insan getirdi. Gözlənilməz tanışlıqlar, gözlənilməz enerjilər sizinlə olacaq aprel ayı boyunca. Əzizlərim, belə bir enerjide ola bilərsiniz ki,
Başa düşəcəksiniz ki, özünüzü aldadırsınız. Baxın, bu mənim üçün yetərlidir. Buna da şükür dediyiniz bir çox şeylər var. Amma xoşbəxt deyilsiniz. Amma belə deyək də, burada deyir ki, yetərli deyil sənin üçün. Mutlu deyilsən, huzurlu deyilsən, rahat deyilsən, amma rahatam deyirsən. İnanırsan buna. Amma bir tərəfdən də sənə deyir ki, axı səni aldadırlar, hisslərin. Çünki sən heç nə eləmirsən. Sən sadəcə taleyə boyun əyirsən və özünü aldadırsan. Bəzi insanlarla mübahisələrinizdən görəcəksiniz ki, dəymir. Bu insanlar dəyişmir. Bu insanlar da heç də alınmayacaq. Amma burada birinci dəstədən fərqli olaraq hal-hazırda mübahisə elədiyiniz biriləri varsa, bu insanlarla barışma ehtimalınız çox yüksək olacaq. Bəylər, bu dəstəni izləyən bəylər, fikirlərinizdə qarışıqlıq ola bilər. Amma bu ay ərzində bütün mübahisələrinizdə bu şəkildə olacaq. Heyif. Mən buna əziyyət çəkməməliydim, boşuna gözləyirəm, heç nə dəyişməyəcək, heç nə olmayacaq və s. Amma sonra bir geri dönüş, bir belə deyək də, yəni bilirsiniz necədir burada enerji, ümumiyyətlə. Sizdə artıq nə var? Mənə bir şey ver ki, elə bir ciddi bir, ortaya bir ciddi bir şey elə ki, mən ümumiyyətlə razılaşım. Eyni şeylər təkrarlanır olsa və mən eyni şeyləri təkrar mübahisəsindən də yorulmuşam deyirsiniz. Və qərarsızlıq və eyni zamanda etinasızlıq, biraz veçsizlik, sizə əsəb gətirir sanki sizə bütün bunlar. Yanınızdakı insanın bir qərarsız oluşu, yanınızdakı insanın bir veçsiz oluşu, yanınızda insanın sizə tam olaraq dəyər verin. Bu müdürünüz ola bilər, atavız ola bilər, sevgiliniz, o fərqi yoxdur. Amma artıq nəyisə həll eləmək üçün mübarizə aparmaq sizi yorub. Və deyirsiniz ki, bilirsən nə var? Mən özümlə də xoşbəxtəm. Barışmaq istəyəcək sizinlə. Amma burada deyir ki, siz deyəcəksiniz, mən özümlə də xoşbəxtəm. Bir zəhmət məni çox da başım xarab eləmə. Belə deyək də. Yəni, məni eyni şeylərlə sınama, mən rahatam. Mən özüm də xoşbəxtəm özümlə. Fikir verim, hər iki dəstəndə xanımlar çox güclüdür. Baxın, deyir ki, getmək istəyirsən, gedəcəksən. Niyə sən gözün arxada qalsın ki? Yetdi, bitdi, qərar verdin, getdin. Ehtiyac yoxdur və artıq sənin elə bir vaxtındır ki, deyir, özünü qorumağı bacarırsan, özünü yeniləməyi bacarırsan və yenidən başlamağı bacarırsan. Sadəcə sənin çox qorxuların var, deyir. İtirmə qorxusu, yalnızlıq qorxusu, ölüm qorxusu, təklik qorxusu, xəstəlik qorxusu, qorxular çoxdur. Və eyni zamanda bu qorxularınla üzləşib onları düzəltməkdə istəmirsən, bunu bacarmırsan. Və bu qorxular sənə eyni senarilər təkrar yaşadır və həmin o senaridə də sən deyirsən ki, mənə niyə bunu eləyirsən? Mən niyə bunları yaşayıram? Mən niyə bu hadisələri özümə çəkirəm? Ağlayırsan ki, niyə mən bunu yaşayıram? Amma bunun səbəblərini də araşdırmadan üstünə getmirsən, deyir. Biraz qorxularını burax, deyir. Rahat ol, nə olacaqsa, deyir. Olacaq, bitəcək. Öz güvənini əldə etməlisən. Artıq sərhədlərini aşmalısan. Artıq cəsarətli olmalısan. Bəzi bağ kəsmələr eləyib özünü qurtarmalısan. Həyat səni yoran hər şeydən, tənbəllik və ertələmələrdən çıxmalısan, əzizim. Özünə qarşı ədalətli olacaqsan. Birinci dəstəyə çox oxşur enerjilər. Ədalətli olmalısan və öz güvəni, özünü seçməlisən. Yəni, özünün istədiklərini seçməlisən. Qurban getməməlisən. Və ola bilər ki, zaman belə hiss eləyəcəksiniz. Mən ağıram, mən narahatam, mən gərginəm, mən qorxuram. Biraz içsəl qapanmalarınız çox olacaq bu ay. Tək qaldığınız zamanlarınız çox olacaq. Biraz tək yatmaq istəyirəm. Heç kəslə danışmaq istəmirəm. Yalnız qalmaq istəyirəm. Seans eləmək istəyirəm. Meditasiya eləmək istəyirəm. Bunlar bu ay digər aylardan
daha çox olacaq. Böyük dəyişikliklər olacaq sizin üçün. Böyük dəyişikliklər, hansı ki bugünə qədər bu qədər böyük dəyişikliklər olmamışdı. Və hiss eləyəcəksiniz siz necə olmalıdır, necə eləməlisiniz və bu dəyişikliklər sizə yüksəliş gətirəcək, bu dəyişikliklər sizə pul gətirəcək, bu dəyişiklik sizə baxın deyir ki, sən geridə buraxdı, gələcəyin bugünündən və dünənindən daha yaxşıdır. Çətinliyə doğru getmirsən, yalnızlığa doğru getmirsən, təkliyə doğru getmirsən, kasıblığa doğru getmirsən. Getdiyin yol çox uğurludur. Ona görə də deyir, qorxmadan irəliləmən lazımdır. Və həqiqətən də bitirməsi gərəkənləri bitirin. Çox maraqlı və demək olar ki, birinci dəstəyə çox oxşar çıxdı kartlarımız. Demək olar ki, yəni əzizlərim, xidmət eləməyən nə varsa bitirin, getsin. Özünüzü üzməyə, incitməyə dəyməz. Gəlirəm 3-cü dəstəyə. Niyyət edirəm 3-cü dəstəni seçən hər kəsin enerjisini hiss eləyim və 3-cü dəstədə baxaq, görək aprel ayında nələr var, sizi hansı enerji gözləyir. Lenormand dəstəsidir, çox sevirəm və bu dəstəni. Baxaq, görək sizlər üçün nələr deyir kartlar, aprel ayında nələr olacaq. Aha, yalan, riyakarlıq kartı ilə açıldı. Bəzi yalançıları həyatınızdan çıxardıb onların kimliyini öyrənəcəyiniz bir ay olacaq. Baxın, bir şey var. Bir kitabda oxumuşdum. Deyir, günəş tutulmasında bütün gizliliklər bağlanır. Amma günəş tutulması bitdikdən sonra hər şey açılır və bütün gerçəklər ortaya tökülür də belə deyək. Və bizim bugün günəş tutulmamız var və gerçək olan, daha doğrusu yalan olan xəyanət, düşmənçilik, arxanızdan danışan, arxanızdan quyu qazan. Bəlkə də deyirsiniz ki, mən evimdə oturum, heç kəsin eşidir. Amma biriləri var. Baxın, bəzən elə olur ki, məndə də olur və mən deyirəm ki, axı məndə heç bir problem yoxdur. Çünki mənim həqiqətən də həyatımda heç vaxt olmur ki, mən kimləsə mübahisə yaradım və yaxud da hər hansı bir intriqa yaradım. Amma yenə də məndə belə kartlar çıxır ki, intriqa və yaxud da sənin arxanca işlər çevirənlər var və sonra görürəm ki, heç dəxlisiz bir insan mənə nifrət edirmiş və mən heç bunu bilməmişəm. Yəni, uzun sözün qısası öyrənəcəksiniz. Hər kimdirsə, bütün bu insanlar xəbərlərini eşidəcəksiniz. Kimlər idi bunlar və həyatınızdan çıxartmaq. İstəsəz təbii ki, çıxardacaqsınız, yoxsa siz onunla savaşacaqsınız, bilmirəm. Burada deyir ki, gözlədiyiniz xəbəriniz varsa, bu xəbər gələcək. Sonlanan münasibətləriniz varsa, biraz zamana ehtiyacı var və bu insanlarla danışacaqsınız. Bir pul təklifiniz var, yaşlı insanlardan, sizin daha böyük insanlarla görüşləriniz olacaq onlardan. Bəlkə kimlərsə bir qadınla görüşəcək və ondan kömək alacaq. Və burada iş, bərəkət, pul, xoşbəxtlik enerjisi sizinlə olacaq. Sadəcə biraz səbirlə olacaq. Burada zaman kartı var. Biraz səbirlə. Sanki sən hər dəfəsində nələrisə geridə buraxdıqca daha uğurlu bir şey olacaq. Baxın, bütün dəstələrdə bu vurğulanır. Ölüm kartını bütün 3 dəstədə gördük. Keçmişdə buraxdıqca irəli daha yaxşıdır, daha gözəldir. Biriləri ilə görüşmək istəyirsiniz, fikirləşirsiniz ki, görəsəm görüşəcəmmi? Görüşəcəksiniz. Sadəcə biraz zaman uzana bilər. Müəyyən problemlər yarana bilər. Qarşı tərəflə əlaqədar və bəylə əlaqədar. Yəni, bəlkə də bəysiz sizinlə bağlı. Bir məsələ yarana bilər, görüşünüz, təklifiniz uzana bilər. Amma olacaq. Başqa, aprel ayında sizi nə gözləyir? Əzizlərim, aprel ayında evinizdə çox ilanlar var ətrafınızda. Baxın, əngəllər, bəzilərinizdə negativ enerji, bəzilərinizdə göz, nəzər, nəfs, evinizin ətrafında sanki negativ şeylər var əzizlərim. Baxın, bəlkə həyat evindəsiniz. Bax, illərin lənətləri var burada. Sizə aid olmayan, amma sizə də təsir göstərən, ana atalarınızdan, babalarınızdan, ulu babalarınızdan gələn düşmənçiliklər. Onların sizə gətirdiyi cadu, əməl, ağırlıqlar. Baxın, bəzən insanlar elə bilir ki, məsələn, biz getdik birinə cadu elədik və yaxud da birinə bir şey elədik və yaxud da birinə bir bağlama elədik, getdi. Yox, əzizlərim, bunlar hamısı yığılır və sizin nəvə nəticəniz də bunun bədəlini ödəyir. Nəvə nəticəniz də bunun altını çəkir.
Və burada deyir ki, sənin deyir əziyyət çəkdiyin mövzuların çoxusu sənin köklərinə aiddir. Bu ay ərzində ev axtaranlar varsa ev tapa bilərlər. Və bir çoxlarınızda yenə deyirəm, burada belə bir şey var. Üzüldünüz, kədərləndiniz, bir şeylər oldu. Bilin ki, cadudandır, bilin ki, lənətdəndir, bilin ki, tilsimdəndir, bilin ki, nəzərdəndir. Biraz belə ağır enerjilər də var burada. Amma yaxşı bir şey nədir? Bir çoxlarınız ev ala bilər. Yeni evinə köçə bilər. Evlənəcək insanlar yeni ev baxa bilər. Hal-hazırda ola bilər ki, sizin işinizdə müəyyən problemlər oldu. Problemlər var. Bu keçicidir, bu düzələcək. Həyatınıza yeni biriləri daxil olacaq. Yeni bir insan daxil ola bilər bir çoxlarınızda. Amma ehtiyatlı olun. Amma məntiqli hərəkət eləyin. Çox da, baxın, bayquş kartı da gəldi. Konkret olaraq 3-cü dəstə biraz cadu, lənət, tilsim, göz, nəzər, nəfs, negativ enerjiləriniz var. Bir təmizlənmə alın, bir yenilənmə eləyin. Mütləq şəkildə, baxın. Burada yəni konkret olaraq bunu göstərir, amma və artıq bunların kökünü tapmaq lazımdır və artıq yəni birisi necə mənim üzərimdə ağırlıq var, əşi olsun, belə deyib keçmisiniz. Bunu isə kimsə bəlkə deyib, demişsə əşim, neyniyim, var da, nağarım. Amma yox, deyir, artıq bu sən yolunu kəsir, artıq sən xoşbəxtliyini kəsir, artıq sən bütün enerjini alır. Uzaq məsafə, ölkə, şəhər dəyişikliyi var. Bəziləriniz başqa şəhərə, ölkəyə getmək barəsində düşünəcəksiniz. Bununla bağlı araşdırmalar eləməyə başlayacaqsınız. Yeni bir işə keçid eləyə bilərsiniz. Dövlət işinə keçəcəksiniz. Dövlət rəsmisi bir adamla görüşünüz olacaq və bir xəbəriniz gələcək. Sənəd məsələləriniz gündəminizdə olacaq. Vay şey. Baxın, bayquş, siçan, ilan. Yəni bundan daha betər kartlar yoxdur da, belə qorxutmaq kimi demirəm. Amma həqiqətən də enerjiniz gedir. Baxın, bir şeylər var. Ətrafınızda bir enerji var və bu sizin bütün enerjinizi çəkir özünə. Və siz yoxsuz da, siz ruh kimi qalmışsınız ortada. Göstərir. Amma yenə deyirəm, yeniliklər qismində çox gözəl. Ola bilər, baxın, bu ağırlıqlara görə bunları yaşaya bilmirsiniz. Amma qismətinizdə nə var? Yeni ev var, yeni ölkə, şəhər var, yeni başlanğıclar var. Rəsmi bir dövlət qurumunda işləyən bir insanla tanışlığınız və onun sizə təklifi var, iş təklifi var. Amma baxın, burada bulut kartı və adaq kartı gəldi. Deyir ki, nə mane olur, özün də bilirsən. Müxtəlif insanlar, evində olan cadu, lənət, tilsimin enerjisi. Mane olur, imkan vermirsən bunları yaşayasan. Dəfələrlə sənə gözəl şeylər deyiblər, gözəl şeylərə inanmısan, amma yaşamamısan heç birini. Çünki sən bu lənəti təmizləməlisən, çünki sən bu cadunu təmizləməlisən, çünki sən bu ağırlığı təmizləməlisən. Bax belə. 2 dəstəmiz bir-birinə oxşar oldu, 3-cü dəstəmiz fərqli idi. Fikirlərinizi yazmayı unutmayın, özünüzə yaxşı baxın.